Dəyərli izləyicilər, çox hörmətli MİQ və sertifikasiya imtahanına hazırlaşan dəyərli müəllimlər, əziz abituriyentlər, bu günlər mən sizə DİM-in sonuncu buraxılışı 20 sınaq test kitabçasının 3-cü qruplar üzrə buraxılmış nəşrinin 12-ci sınağının ümumi sınağın izahını verəcəm. İzaha keçməmişdən öncə onu qeyd edeyim ki, bu tərzdə dərs izahlarının, test izahlarının, sınaq izahlarının davamını istəyirsinizsə, kanalıma abunə olmağı, bəyənməyi və paylaşmağı unutmayın. Keçək sualların izahına. Sual 1. Kutilərin iki çay arasındakı hakimiyyət dövründə nələr baş vermişdir? Əziz və dəyərli izləyicilərim, onu qeyd edeyim ki, Kutilər iki çay arasında eradan əvvəl 22-ci əsrdə hakimiyyətə gəliblər. 22-ci əsrin əvvəllərində Akkad dövlətinin süqutu yaradılması nəticəsində hakimiyyətə gəliblər və 100 ilə yaxın Mesopotamiyanın iki çay arasını idarə ediblər. Onların idarəçiliyi dövründə şəhərlər arası toqquşmalara son qoyulub və daxil çəkmələrə son qoyulub. Bundan başqa xarici hücumların qarşısı alınıb və ticarət yollarında əmin-amanlıq meydana gəlib. Cavab oldu burada 2-4. Yəni B variantı. İkinci sual. Manna hökmdarı Ahşeri, Atropaten hökmdarı Artabazdan fərqli olaraq bizdən Ahşerini soruşur. Ahşeri Roma ilə mübarizə heç vaxt aparmayıb. Bu sual A variantı getdi. Mərkəzi hakimiyyətə qarşı baş vermiş üsyan nəticəsində hakimiyyətdən devrilib. Cavab elə budur, B variantı. Həqiqətən də Ahşeri 650-ci ildə baş vermiş üsyan nəticəsində hakimiyyətdən gedib və onu vali əvəz eləyib. Amma Artabaz isə hakimiyyətdən üsyan nəticəsinə falan getməyib. Sual 3. Dehli sultanlığından fərqli olaraq Teymurilər dövləti. Dehli sultanlığından fərqli olaraq Teymurilər dövlətini bizdən istəyir. Sərbədarlar üsyanı baş verəndə əziz və dəyərli izləyicilərim, 1365-66-da Sərbədarlar üsyanı baş verib. Onda Teymurilər dövləti yox idi, bu getdi. B variantı. Mühüm ticarət məntəqələri olan Hələv və Şam şəhərləri ələ keçirildi. Bəli, cavab budur. Biz bilirik ki, Əmir Teymur Hələv və Şam şəhərlərini işğal edib. Digər variantlara baxaq. Şimal-Şərqi Hindistan ərazilərinin tabe edilməsi uğrunda Dehli sultanlardan mübarizə aparıb Teymurilər də. Bu getdi. Hər ikisi 16-cı əsrin birinci yarısında süquta uğrayıblar. Monqollara qarşı mübarizədə Dehli sultanları aparıb, amma Teymurilər Monqollara qarşı mübarizə aparmayıblar. Cavab oldu 3-də B variantı. Dördüncü sual. Azərbaycanda erkən Tunc dövrünə aid edilən qədim ibadət evlərinin tikildiyi, yerləşdiyi əraziləri müəyyən edin. Əziz və dəyərli izləyicilərim, qədim ibadət evləri Azərbaycanda hansı ərazilərdə idi? Baxın bura. 2 Qazaxda. Qazaxda Baba Dərviş yerləşirdi. 1 Xaçmazlı. Xaçmazda Sərkərtəpə yerləşirdi. 4 Naxçıvan. Naxçıvanda 1-ci Kültəpə yerləşirdi. Qeyd etdiyim bu ərazilər ibadət evlərinin yerləşdiyi şəhər mərkəzləridir. Yəni, daha doğrusu ibadət evlərinin yerləşdiyi yaşayış yerləridir. Ona görə cavab olacaq burada 1-2, yəni 1-2-4, yəni C variantı. 5-ci sual. Venn diaqramı verib, Şirvanşahlar dövləti və Eldənizlər dövlətini bizdən istəyir. Demək, əziz və dəyərli izləyicilər, baxaq bu sualın cavabına. Araz çayından şimalda olan Azərbaycan torpaqlarında yaranması. Şirvanşahlar da şimali Azərbaycanda yaranıb, Eldənizlərdir. Ona görə onu yazırıq ortaya. Biraz ayın pis oldu. Təzədən yazın bunu. Böyük Səlcuq Sultanlığından asılı hala düşməsi. Böyük Səlcuq Sultanlığından Şirvanşahlar asılı hala düşüblər 1066-cı ildə. Xorasan, Rey, Həmədan vilayətlərinin tutulması Eldənizlərə aiddir. Monqol hücumlarına qarşı Gürcülərlə ittifaqa girməsi. Bəli, Monqolların birinci yürüşü dövründə Atabəy Özbəy Gürcü hökmdarına ittifaqa girmişdi. Ona görə də gedəcək bura. Bura gedəcək. Xarəzmşahlara qarşı mübarizə aparılması. Şirvanşahlar da Xarəzmşahlarla mübarizə aparıb Eldənizlərdə. Ona görə Y də ortaya gedəcək. Cavab oldu 1B, 2A'yı, daha doğrusu 1B, 2C'dir, 3A'yı. 1B, 2C'dir, 3A'yı olacaq A variantı. Digər sualın cavabına, daha doğrusu izahına keçək. 6-cı sual. Sacilər və Qəznəlilər dövlətinin bizdən oxşar cəhətlərini
istəyir. Əziz və dəyərli izləyicilər, hər ikisi türk sülalələri tərəfindən yaradılan dövlətlərdir. Hər ikisi Samanilərlə mübarizə aparıb, Sacilər Samanilərdən Rey şəhərini alıblar, Qəznəlilər də Qaraxanlılarla birlikdə Samanilərə süqut uğradıblar. 4 düzdür. Hər ikisi Abbaslar xilafətinin zəifləməsi nəticəsində yaranıblar. Cavab oldu 1, 3, 4, yəni B variantı. 7-ci sual. ABŞ ərazisinin genişlənməsini təmin edən amillərdən deyil. Avropa dövlətləri arasında olan ziddiyyətlər bu təmin edən amillərdəndir. Bunu çıxdıq buradan. Əziz və dəyərli izləyicilər, ikinci fikrə baxın. Dünya müstəmləkə sisteminin iflasa uğraması. Əziz və dəyərli izləyicilər, dünya müstəmləkə sistemi İkinci Dünya müharibəsindən sonra iflasa uğrayıb. ABŞ isə öz ərazilərini 19-cu əsrdə genişləndirmişdi. 2 cavab deyil. Yəni cavabdır. Yəni aid deyil. Ölkənin Avropa və Asiya qitələrindən kənarda yerləşməsi. Bəli. Bu təmin edən amillərdəndir. Bizdən bunu istəmir. Deyili istəyir. Avropa ölkələrində baş verən inqilabi hərəkatlar. Əziz və dəyərli izləyicilərim, bu da cavabdır. Niyə? Çünki ABŞ öz ərazisini 19-cu əsrdə genişləndirib. Həmin dövrdə Avropa ölkələrində inqilab falan yox idi. Amerika qitəsində bəli, ona rəqib olmaması ABŞ-nin ərazisini genişləndirmə səbəblərindəndir. Bizdən deyil istəyir. Ona görə cavab oldu 2, 4. Yəni Y variantı. Keçirik növbəti sualın izahına. 8-ci sual. Uyğunluq gözlənilmişdir. Monqollara qarşı mübarizə aparan Xarəzmşahlara öz ərazisinə sığınacaq verən Şəmsəddin el tutmuşdu. Əlaaddin deyil. A getdi. Səhv cavabdır. Əmir Teymurla Cənubi Qafqaz uğrunda mübarizə aparan İldırım Bəyazıt Əmir Teymurla Cənubi Qafqaz uğrunda mübarizə aparmayıb. B də getdi. Polşa Əmir Teymurla Cənubi Qafqaz uğrunda Toxtamış mübarizə aparır. Polşa Alman qoşunlarına və Macarlara qalib gələn Batı xandır. Toxtamış deyil. C getdi. Vahid çəki ölçü sistemi tətbiq etməklə vergi sistemi nizama salan Əkbərşahdır. D doğru variantdır. Y-yə baxaq. Xüsusi strateji əhəmiyyəti olan Kipr adasını fəth edən 2-ci Səlimdir. 1-ci Səlim deyil. Ona görə cavab oldu burada D variantı. Sual 9. Şimali Azərbaycanda 1912-ci ildə keçirilən aqrar qanununa görə nə baş verdi? 1. Kəndlilər öz pay torpaqlarını yalnız torpaq nizamnaməsində göstərilən torpağa özü mülkiyyətinə keçirə bilərdi. Bir cavabdır. Dərbənd Qubeynəsi, əziz və dəyərli izləyicilər, 1912-ci il Dərbənd Qubeynəsi yox idi. Dərbənd Qubeynəsi 1860-da süqut uğrayıb. Daha doğrusu ləğv edilib. Kəndlilər onların xüsusi mülkiyyətə elan olunmuş torpağı satın almalı idilər. Bəli, məcburən satın almalı idilər. 3 düzdür. Zaqatala dairəsində feodal asılı münasibətlərini məhdudlaşdırmadı, tamamilə ləğv etdi. 4 səhvdir. Kəndi çəmən, otlaq, meşə sahələri satın ala bilməzdi. Bəli, ala bilməzdi. Cavab oldu 1, 3, 5, yəni D variantı. 10-cu sual çox rahat sualdır və belə asan sualdır. Qaravul təvaçi 15-ci əsrdə Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinə aid olan terminlərdir. Qaravul kəşfiyyat işlərini aparıb. A variantı gedir Qaravula. A variantı Qaravula aiddir. Qaravulun qabağına A yazırıq. Təvaçidəki qoşunların sayını dəqiqləşdirən məmur idi. B-ni də yazırıq. Demək, təvaçiyə 1A, 2B cavab oldu Y variantı. Növbəti sual, yəni 11-ci suala keçək. Almaniyanın İldırım Səttin müharibə planı boşa çıxdı. Sovet qoşunlarının əks hücum əməliyyatı Alman qoşunlarını darmadağın etdi. İkinci Dünya müharibəsi illərində baş vermiş 1941-in dekabrında baş vermiş Moskva döyüşünün nəticəsidir. Həmin döyüşdə Azərbaycanlılar da iştirak eləmişdilər. Azərbaycanlı tank komandiri polkovnik Həzza Aslanov, daha doğrusu tank komandiri Həzza Aslanov, polkovnik Yaqub Qliyev, Züleyxa Seyidməmmədova, Azərbaycanın ilk qadın təyyarəçisi Ziba Qaniyeva Moskva döyüşündə iştirak edən Azərbaycanlılardır. Sual 12. Böyük Britaniyanın müstəmləkələrindən məhrum olması nəticəsində, bəli, 2-ci Dünya müharibəsindən sonra Böyük Britaniyanın öz müstəmləkələrindən məhrum olması nəticəsində ölkənin zəruri ərzaq mallarına olan tələbatını qarşılamaq çətinləşdi. Bəli, cavab olacaq A variantı. Bu rahat sualdır. Keçək 13-cü suala. Bu da rahat sualdır. Azərbaycanda 2002, 2009, 2006 şagirdlərimə deyirəm ki, 7 il aralıqla
Həmişə belə deyirəm, 7 il aralıqla konstitusiyamıza düzəlişlər, əlavələr edilib. 2002, 2009, 2016-cı illərdə Azərbaycanda konstitusiya əlavə və düzəlişlərin edilməsi baş vermişdir. Cavab oldu B variantı. Sual 14. Uyğunluğu müəyyən eləyək. Əziz və dəyərli izləyicilərim, 4 dənə fikir verib burada. Uyğunluğu bizdən tələb eləyir. Ərdəbil hakimi Şeyx Cüneyd Ağqoyunlarla mübarizə aparmayıb. Bir getdi. O Qaraqoyunlu Cahanşahla mübarizə aparıb. Samur döyüşündə. Bir də Şirvanşah Xəlilullahla. Səfəvilərin Şeybani xanı məğlub etməsi, bəli, Xorasan torpaqları Amudərya çayına qədər Səfəvilərə birləşdirildi. 3. Çaldıran döyüşündə Yeniçərilər yox, Səfəvilər məğlub olublar. Yeniçər Osmanlı qoşundu. Bu da getdi. Təbii ki, bir də qaldı cavab 4. Baxırıq 4-ə. Bəli, Osmanlıların Buğurt döyüşündə 1554-də məğlub olması nəyə səbəb oldu? Osmanlıların müqaviləyə oturmasına və Amasya sülhü müqaviləsi, Amasya sülhünün imzalanmasına səbəb oldu. Cavab oldu 2-4. Yəni ki, hansı variant? D variantı. Keçirik. Digər sual 15-ci sual izahına. Burada mətin verib. Bu mətndə AXC-nin öz hakimiyyətini təhvil verməsi və AXC-nin süqutu məsələsindən danışılır. Əziz və dəyərli izləyicilərim, burada cavab nə olacaq? Deyirəm sizə, AXC hansı şərtlərlə öz hakimiyyətini təhvil verdi kommunistlərə? 1. Kommunistlər Azərbaycanın müstəqilliyini qorumalı idilər. 2. Kommunistlərin yaratdığı hökumət müvəqqəti hökumət olmalı idi və Sovet qoşunları Bakıda qalmamalı idi. Cavab olmalı idi burada, cavab olmalıdır burada 1-3, yəni A variantı. Digər sualın izahına baxaq. Çox üzücü bir sualı oxuduq. AXC Azərbaycan tarixinin şanlı səhifəsidir və təəssüflər olsun ki, çox yaşamayıb, tez süquta uğrayıb. Hal-hazırki bizim respublikamız AXC-nin siyasi varisi hesab olunur. 16-cı sual. Böyük Səlcuq Sultanı 1-ci Məlikşahın hakimiyyəti dövründə nə baş verib? 1-ci Məlikşahın dövrü Səlcuqların çiçəklənmə dövrüdür. Onun dövründə Qaraxanlar məğlub edilib və Qaraxanlardan vergi alınıb. Alparslan Qaraxanlar üzərinə hücum zamanı vəfat eləmişdi, amma Məlikşah Qaraxanlara tabe elədi. Oğlu Məlikşah. 2-ci Qarabağ 17-ci sual. 2-ci Qarabağ müharibəsində baş verdiyi ildə xəritədə rəqəmlə göstərilmiş bölgələrin erməni işğalına edilmə ardıcıllığını müəyyən edin. Əziz və dəyərli izləyicilərim, maraqlı sualdır. Bizim zəfər tariximizdən bəhs edən sualdır. Xəritədə 1 Füzulidir, 4 Cəbrayıldır, 2 Kəlbəcər, 3 Laçındır. Biz bilirik ki, birinci geri qaytarılan rayon mərkəzi heç şübhəsiz Cəbrayıl rayonudur. 4 olacaq birinci. Sonra Füzuli geri qaytarılıb 17 oktyabrda 4-1. Laçının geri qaytarılması 1 dekabr, Kəlbəcər 25 noyabrdadır. Sonra 2 olacaq, Kəlbəcər 25 noyabr, axırda Laçın olacaq 1 dekabr. Cavab oldu 4-1, 2-3, yəni A variantı. A variantı. Keçək digər sualın 18-ci sualın izahına. Rahat və yaxşı sualdır. Uyğunluğu müəyyən. Azərbaycan Respublikası tarixinə uyğunluğu müəyyən edin. Mətbuat üzərində senzura, ölüm cəzasının ləğv edilməsi 1998-ci ildir. 4 düzdür. Aqrar islahat 1996-da keçirilib. 3 də düzdür. Cavab oldu 3-4, yəni C variantı. Əsrin müqavisi 93 yazıb 94 olmalıdır. Dövlət himninin qəbul edilməsi 91 yazıb 92 olmalıdır. Doğru cavablar burada 3-4, C variantı olacaq. 19-cu sual. Azərbaycan SSR və Seyid Cəfər Pişəvəri hökumətinin həyata keçirdiyi oxşar tədbir. Əziz və dəyərli izləyicilər, burada cavab C variantıdır. Aqrar islahatın həyata keçirilməsi. Seyid Cəfər Pişəvəri 1946-cı ilin fevral ayında aqrar islahat keçirdib. Azərbaycan SSR-də də 1920-ci il 5 may tarixli dekret var. Aqrar islahat haqqında dekret var. Aqrar islahat deyən torpaq məsələsini nəzərdə tutur. Ona görə bu cavab ortaq cavabdır. 19-cu oldu cavab C variantı. Sual 20. Maraqlı və asan sualdır. İllik olaraq Çar xəzinəsi xərac ödəməli idi. Xanın, yəni xanların 2 dənə xanlıqdan söhbət gedir burada. Qarabağ, bir də Şəki. 1805-ci il 14 may Qarabağ, 21 may Şəki. Xarici siyasət məsələləri Çarın nümayəndəsiləri razılaşmalı idi. Yəni bu deməkdir ki, xarici siyasət xanlıqların əlindən alınır. Xan və xanlığın bütün əhalisi əbədi olaraq Rusiya təbəliyinə qəbul olunurdu. Təbii ki, bu Kürəkçay müqaviləsini nəzərdə tutur. 1805-ci ildə imzalanmış Kürəkçay müqaviləsi Qarabağ və Şəki xanlıqları ilə.
21-ci sual. Qacar qoşunlarının məğlub olduğu döyüşlərin düzgün ardıcıllığını müəyyən et. Xronoloji ardıcıllığını müəyyən et. Birinci biz burada Qacarların qalib gəldiyi döyüşləri çıxardaq. Qəmərli döyüşündə Qacarlar qalib gəliblər. 1 getdi. Qarabağ döyüşündə Qacarlar qalib gəliblər. 3 getdi. Sərdərabad döyüşü 1827-ci ilin sentyabr ayında olub. Aslandüz döyüşü 1812, Sərdərabad 1827-ci ilin sentyabr ayında, Gəncə döyüşü 1826-cı ildə, Aslandüz döyüşü də burada yazıram 1812-ci ildə. Xronoloji ardıcıllıq necə olacaq? Birinci Aslandüz olacaq 5, sonra olacaq Gəncə döyüşü 4, sonra olacaq Sərdərabad döyüşü 2, 5, 4, 2. Yəni hansı variantlar oldu? Variantlar oldu. B variantı. B variantı bizdən burada doğru cavabdır. 5, 4, 2 B variantı. 22-ci sual. Əziz dəyərli izləyicilər, mətni oxuyarsınız və görərsiniz ki, bu mətndə 1945-ci ildə Rusiya Fon müharibəsində Rusiyanın məğlub olması, Rusiyada 1905-7-ci illər Burja inqilabının baş verməsinə səbəb olur. Burada bizdən Rusiyanı istəyir. Rusiyada yerləşir 2-də. Cavab oldu A variantı. Keçək digər suala, 23-cü suala. Rusiya tərəfindən hazırlanmış şərq məsələsinin layihəsinin əsas mahiyyətini müəyyən edin. Bəzi məsələlər var ki, bəzi tarix dərsliyində o məsələləri izahına ehtiyac yoxdur. Konkretdir və konkret olaraq o məsələləri bilmək lazımdır. Rusiya tərəfindən hazırlanmış şərq məsələsində mahiyyətini və tədbirlərini siz bilməlisiniz. Fikirlərini bilməlisiniz. Şərq məsələsində deyilirdi ki, Azov və Qaradəniz sahillərini tam işğal edərək bu dənizlərə çıxış əldə etmək, bir doğrudur. Bosfor və Dardanel boğazları üzərində nəzarətə keçirmək, 3 doğrudur. Bir də Yunan layihəsini gerçəkləşdirmək, 5 doğrudur. Cavab oldu 1, 3, 5. Doğru cavab kimi biz bunu qeyd edəcəyik. 2 ilə 4 yanlışdır. Cavab 1, 3, 5. 24-cü sual. Qarabağ xanı Pənahəli xanın tabe etdiyi xanlıqlar. Mən uşaqlara bunu bu kodla deyirəm. İ-N-Ə-C. İnək. İnək sözü ilə maraqlı olsun deyə şagirdlər yadda saxlayır. Bunun əslində axırda C hərfidir. İrəvan, İ, Naxçıvan, N, Ə, Ərdəbil, C, Gəncə. Yəni 2, 4, 5, 6. 2, 4, 5, 6 burada cavablardır. 24-cü sualın cavabı bu qədər. Keçək 25-ci sualda. Şirvanda Kəsranilər sülaləsinin hakimiyyət dövrü üçün xarakterdir. Şirvanda Kəsranilər sülaləsi, əzizlərim, nə vaxt hakimiyyətdə olub? Yəqin bilirsiniz. Kəsranlərin hakimiyyət dövrü 1027-dən bir dəqiqə 1027-ci ildən 1027-dən neçəyə kimidir? 1382-yə kimi. Onların dövründə nələr baş verib? Səlcuq Sultanı Sultan Mahmudun yürüşünə qarşı mübarizə, bəli, 1123-cü ildə. Bu doğru cavabdır. 1. Teymurilərə qarşı döyüşdə iştirak etməsi, Teymurilər dövlətinə qarşı döyüşdə iştirak edilməsi, belə bir şey yoxdur. Var, Teymurilərin məğlub edilməsi var, bu Dərbəndlər dövründədir. Gürcü Çarı 3-cü Georgiyə qarşı yönəlmiş qiyamın yatırılmasına Şirvanşah 1-ci Axistan kömək eləyir. 1-ci Axistan Kəsranilər nəslindəndir. 3 doğrudur. Cəlalı Şeyxuveysə qarşı mübarizədə Gürcülərlə ittifaqa girməyiblər. 4 yoxdur. Eldənizlər dövlətinin vassallığını yenidən qəbul edir. Bəli, ümumiyyətlə Eldənizlərdən asılılıq Kəsranilər dövründədir. Əvvəlcə asılılığı 1-ci Axistan qəbul eləyir Şəmsəddin Eldənizdən. Sonra Qızlarslanın dövründə, Eldəniz Qızlarslanın dövründə demək 1-ci Axistan asılıqdan çıxır. Atabəy hökmdarı Qızlarslan hücum eləyib 1191-ci ildə, dəqiqliyi yoxdur, 1190-91-ci ildə bu illərdə 1-ci Axsistanı yenidən tabe edir. Ona görə cavab burada olacaq 1, 3, 5. 26-cı sual. Xronoloji ardıcıllığı müəyyən eləyin. Hilat döyüşü olub təqribən 736-cı ildə təqribən. Dərbənd şəhəri və Şirvan hakimi Şəhriyarın ərəblərlə müqaviləsi 643. Cərmədan döyüşü də 643-dür. Amma əziz və dəyərli izləyicilər, Cərmədan döyüşündən sonra ərəblər Dərbəndə hücum ediblər. Ona görə biz birinci Cərmədan yazacağıq.
Ərəb qoşunlarının Bələncər tutması 3-cü Bələncər döyüşüdür. 722. İndi xronoloji ardıcıllıq burada necə oldu? Birinci qoyduq 3-ü, Cərə meydan döyüşü. Daha doğrusu birinci qoyduq 3-ü. Sonra Dərbənd hakimi ilə müqavilə 2. Sonra ərəblərin Bələncər şəhərinin tutulması 4. Axırda isə İlah döyüşü 1. Cavab oldu 3-2, 4-1. 27-ci suallar. Osmanlı sultanları 1-ci Mahmud, 2-ci Mahmud. Kağız istehsal edən müəssisə xüsusi məktəb açdırması 1-ci Mahmuda aiddir. 1-ci Mahmud hakimiyyətdə olub 1730-1754-cü illərdə. Nadirlə sülh müqaviləsində imzalayıb. Əmisi 3-cü Əhməddən sonra hakimiyyətə gəlib, Lalə dövründən sonra. Onun haqqında oxuyarsınız, əgər yadınızdan çıxıbsa. B variantı. Mərkəzi idarəetmə orqanlarında Avropa nümunəsinə nazirliklər 2-ci Mahmud yaradıb. Hərbi len sistemi ləğvi haqqında qərar verilməsi də 2-ci Mahmuda aiddir. Timar torpaqları əvvəlki sahiblərinə qaytarılması yoxdur. Timar torpaqlarının sahiblərinə alınması var, müsadirə edilməsi var 2-ci Mahmudda. Qumbaratan qoşun ilk dəfə dünya tarixində yaradılması da 1-ci Mahmuda aiddir. Özdə 1-ci Mahmud o qoşunu öz paşası Əhməd Paşaya hazırlatdırıb Qumbaratan dəstələri. Cavab oldu 1A-E, 2B-C. 27-ci sualın cavabı bu qədər. Əziz və dəyərli izləyicilərim, situasiyada, mətndə burada oxuyacaqsınız, görəcəksiniz ki, birinci situasiyanın sualı nədir? Mənbədə bəhs olunan konfrans 1936-cı ildə keçirilmiş Montre konfransıdır. Birinci sualın cavabı Montre konfransı. İkinci sual nədir burada? Deyir ki, mənbədə bəhs olunan konfransı ABŞ niyə iştirak edilmədi? Çünki həmin dövrdə əziz və dəyərli izləyicilər, ABŞ tədricçilik siyasəti yeridirdi. Ona görə iştirak edilmədi. 30-cu sualda nədir? Sual deyir ki, mənbədə bəhs olunan konvensiyaya əsasən Türkiyənin boğazlarda əldə etdiyi üstünlükləri qeyd edir. 1. Qara dənizdə çıxışı olmayan dövlətlərin Qara dənizdə hərbi donanma saxlamaq qadağan edildi. 2. Türkiyə gəmilərin hərəkətində boğazlarda üstünlük qazandı və istənilən vaxt boğazlarda hakimiyyət Türkiyənin əlinə keçdi bu konfransın qərarı ilə. 12-ci sınağın izahı bu qədər. İnanıram ki, bu sınaq sizə, bu izahlar sizə bu sualları başa düşməkdə kömək eləyəcək. Hər birinizə uğurlar arzulayıram. Məni dinlədiyiniz üçün, izlədiyiniz üçün təşəkkürlər.